Salam, hər vaxtınız xeyir olsun. Dərsimiz 6-cı sinifin 7-ci mövzusu olan oduncağın tədarükü və mişar materiallarının istehsalı mövzusudur. Ağac emalı sənayesi məmulatların hazırlanması ilə və oduncağı necə tədarük edilir? Bu işlə kim məşğul olur? Belə deyək, ağac emalından nələr əldə olunur? Bunlara gəlin baxaq. Ağac emalı sənayesi mişar materiallarının, piltələrin, oduncaq məmulatlarının hazırlanması ilə məşğul olur. Ağac emalı sənayesində mişarçılar, çərçivəçilər, dəzgahlar, dəzgahçılar, xarratlar, dülgər və s. peşə sahibləri işləyir. Baxın, burada testlərə düşür, çilingərlər yoxdur. Ağac emalında çərçivəçilər, mişarçılar, xarratlar, dülgərlər. Bəs bu ağac emalı sənayesi nədir? Mişar materialları, piltələr, oduncaq məmulatların hazırlanması ağac emalı sənayesi hesab olunur. Gəlin baxaq, ağacın, yəni oduncağın emal növləri hansılardır? Emal növü 3 emal növü var. Mexaniki kəsmə, kimyəvi parçalanma və termiki parçalanma. Mexaniki kəsmədə, baxın, sanki oduncaqdan alınan məmulatlar, mexaniki kəsmə, mişar materialları, qapılar, pəncərə, mebel, parket, qablaşdırma materialları, çəllək, faner, piltələr və oduncaqlar. Baxın, bunlar mexaniki kəsmə. Sanki kəsilir, nə bilim, parketlər, qablaşdırma materialları, çəlləklər, faner. Bunlar bilirsiniz ki, hamısı oduncaqdan hazırlananlardır və mexaniki kəsmə, oduncaq və s. olan hissələr mexaniki kəsməyə aiddir. Hansı fəhlələr işləyir, hansı peşə sahibləri işləyir burada? Dəzgahda işləyən, baxın, mişarçı fəhlə daha doğrusu, xarat dəzgahında işləyən dəzgahçı, ağac emalında operator, dülgər və s. Kimyəvi parçalanmada K-lərə baxırıq. Kağız, karton, kinolent. K-ları gördük. Selluloz, fotolent, şin və rezin ayaqqabı. Baxın, görürsünüz nədir? Kimyəvi parçalanma, rezin ayaqqabı. Sanki bir kimyəvi məhsulun bir emalıdır. Həmçinin K-ləri gördük. Kinolent, fotolent, şin və selluloz burada var. Kimyəvi parçalanmada fəhlələr kimdir? Hansı fəhlə peşələri var? Selluloz bişirən, presləyici, operator. 2 dənə qısa, selluloz bişirən və presləyici, operator. Daha sonra termik parçalanma. Termik parçalanma, yağ və spirt 2 dənədir. Nədir? Yağ və spirt. Hansında? Termik parçalanmada. Bəs hansı fəhlə peşələri var? Oduncağın parçalanması üzrə aparatçı, biraz daha qəlizdir. Oduncağın parçalanması üzrə aparatçı, meşə kimyası qurğusu operatoru. Sonra müəllimlər, gəlirik hansı ağacları biz kəsirik və s. bunlara. Tikintidə istifadə etmək üçün müxtəlif növ məmulatlar hazırlamaq üçün növündən asılı olaraq 80-120 yaş arası ağacların oduncaqları tədarük edilir. Deməli, tikintidə istifadə etmək üçün növündən asılı olaraq 80-120 yaş arası ağacların oduncağı tədarük edilir. Belə ağaclar, belə oduncaq yetişmiş hesab edilir. Belə oduncaq yetişmiş hesab edilir. Ağacları elektrik mühərrikli və benzin mühərrikli mişarla, həmçinin də meşə qıran maşınların köməyi ilə kəsirik. Deməli, ağacları elektrik mühərrikli, benzin mühərrikli və meşə qıran maşınların köməyi ilə kəsmək lazımdır. Burada zəncirli mişarların növlərini verib. A nədir? Elektrik mühərrikli, B isə benzin mühərrikli mişarın növüdür. Beləliklə, kök və budaqlarından təmizlənərək kəsilmiş ağac gövdələri, yəni qol budağı təmizlənmiş ağac materialı əldə olunur. Qol budağı təmizlənmiş ağacı endən mişarlanıb, şalban, tir, kötük əldə edilmək üçün yük maşınları və ağac daşıyan maşınlar emal müəssisəsinə daşıyır. Bu heç. Deməli, müəllimlər deyir ki, qol budağı təmizlənmiş ağacı endən mişarlanması nəticəsində alınır. Meşə materialları hansılardır? Qol budağı kəsilmiş ağac, şalban, tir və kötük. Deməli, müəllimlər deyirik ki,
Qol budağı təmizlənmiş ağacı enlə mişarlanması nəticəsində hansı meşə materialları, baxın meşə deyirəm, amma mişar materialları demirəm. 5-ci sinifdə mişar materialı deyirdik. Burada isə meşə materialları deyirik. Hansılardır? Qol budağı kəsilmiş ağac, şəkil A-da olan, B-də olan şalban, C-də olan tir, C-də isə kötük göstərilmişdir. Deməli, biz əvvəl deyirdik ki, eninə kəsən zaman şalban, uzununa kəsən isə mişar materialları əldə olunur. Amma burada artıq deyirik ki, eninə kəsən zaman qol budağı kəsilmiş ağac, şalban, tir və kötük əldə edilir. Bu artıq meşə materialları deyərsə. Mişar materialları deyirsə, artıq 5-ci sinifdə öyrəndiyimiz kimi yadda saxlayırıq. Benzin mühərrikli mişar öz quruluşuna görə mexanikləşdirilmiş əl alətlərinə aid hesab olunur. Hansı? Benzin mühərrikli. Bu mişar daxili yanma mühərriki ilə hərəkətə gətirilir. Ona görə, yəni bu onun xüsusiyyətidir. Benzin mühərrikli mişarın quruluşu sadə olması onun etibarlılığının göstəricisi hesab olunur. Oduncağın hazırlanması və oduncaqdan hazırlanan və onun təbii quruluşunu qoruyub saxlayan bütün materiallar meşə materialları sayılır. Deməli, oduncaqdan hazırlanan və onun təbii quruluşunu qoruyub saxlayan bütün materiallar meşə materialları sayılır. Şalbanlardan binaların döşəmələri üçün tirlər, müxtəlif taxta konstruksiyalar hazırlanır, mişar materialları əldə olunur. Nədən? Şalbandan döşəmələr üçün tirlər, müxtəlif konstruksiyalar, mişar materialları əldə olunur. Şalbanın uzunluğu ən az 3 mm-dən çox olmalıdır. Deməli, şalban nə qədər olmalıdır uzunluğu? 3 mm-dən çox olan bir meşə materialıdır. Karandaş, xizək, yonulmuş şpon hazırlamaq üçün nəzərdə tutulmuş uzunluğu 2-4 metr olan mişarlanmış meşə materialı isə tir adlanır. Deməli, nə alınır bundan? Karandaş, xizək və yonulmuş şpon. Karandaşla, belə deyim də, karandaşı nə edirik? Adətən yonuruq. Burada yonulmuş şponu da onun kimi yadda saxlaya bilərik. Deməli, necə deyirik? Karandaş, yonulmuş şpon, karandaşı nə edirik? Yonuruq. Xizək hazırlanır və onun uzunluğu olur 2-4 metr olan mişar materialı tirdir. İndi burada kötükdə nə deyir? Deyir ki, soyulmuş və yonulmuş şpon hazırlamaq üçün nəzərdə tutulmuş uzunluğu 2 metrə qədər olan qısa meşə materialı kötükdür. Ona görə sizə tirdə dedim ki, karandaşla yonulmuş karandaş kimi yadda saxlayın yonulmuş şponu. Çünki kötükdə hər ikisi də var. Soyulmuş və yonulmuş şpon qarışdırmayasınız deyə fərqləndirmək üçün belə deyim də açar verdim sizə. Sonra bir-birinə yapışdırılmış şpon təbəqə nə adlanır? Faner adlanır. Sonra meşə materiallarının diametri nə ilə ölçülür? Metrə, ölçmə çəngəli və yaxud da ki, dəmir bəndlə ölçülür. Meşə materiallarını ölçmək üçün alətlər, ölçmə çəngəli, ölçən dəmir bənd, metrə və yaxud da ki, ölçmə reykası, belə görürsünüz şəkil 3-də ümumi olaraq göstərilir. En kəsiyi çox zaman oval şəkilli olduğu üçün D1 və D2 diametrli şalbanın baş hissəsinin qarşılığı perpendikulyar istiqamətdə ölçülür. Sonra hesablanıb orta diametri tapılır. Buradakı düstur D bərabərdir D1 üstəgəl D2 bölü 2. Şalbanın uzunluğu nə ilə ölçülür? Rulet, ölçmə reykası və yaxud da ki metrə ilə ölçülür. Ümumi desə ki, alətlər, baxın, bunları götürürsünüz. Əgər ayrı-ayrılıqda soruşsa ki, diametrini və uzunluğunu, daha doğrusu, şalbanın uzunluğunu da nə ilə ölçürük? Bu zaman deyirik ki, ölçmə reykası metrə və yaxud da ki, ruletlə hesablaya bilərik. Sonra müəllimə, şalbanın diametri və uzunluğuna görə həcmi hesablanır. Nəyə görə? Şalbanın diametrinə və uzunluğuna görə nəyi hesablanır? Həcmi hesablanır. İstehsalatda meşə materiallarının həcmi onların təpə diametri və uzunluğundan asılı olaraq xüsusi cədvəllərdə daha dəqiq müəyyənləşdirilir. Deməlidir ki, istehsalatda meşə materiallarının həcmi onların təpə diametri və uzunluğundan asılı olaraq
hesablanmış olur. Meşə materiallarının əsas həcmi harda hesablanır? Ağac kəsən dəzgahlarda. Sonra ağac kəsən dəzgahlarda alınan mişar materialları nədir? Taxta və tirlərdir. Ağac kəsən dəzgahlarda alınan əsas mişar materialları tığlar, taxta, tir və taxtalardır. Taxtalar kənarlarından kəsilmiş və yaxud da ki, kəsilməmiş olur. Yəni kənarlarından mişarlanmış şəkildə istehsal edilir. Deməli, taxtalar neçə cür olur? 2 cür, kənarları kəsilmiş və yaxud da ki, kəsilməmiş, yəni kənarlarından mişarlanmış və yaxud da ki, mişarlanmamış formada. Belə müəllimlər, bu dərsdə bu qədər.